Bugündən ölkədə heyvan bazarları müvəqqəti olaraq bağlanıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə bazarlarda dezinfeksiya, həşərat, sıçan, sıçovul kimi gəmiricilərin məhv edilməsi, həmçinin onların ictimai və yaşayış yerlərində yayılmasının qarşısının alınması işləri görüləcək. Məqsəd iri və xırdabuynuzlu malqaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasıdır. Tədbirlər yekunlaşdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Bu məhdudiyyətə keçid mərhələli şəkildə həyata keçirilir. Artıq son bir həftə ərzində məlumatlandırma, informasiya yayım işləri həyata keçirilib. Bazarlarda müəyyən araşdırmalar aparılıb, baytar sanitar vəziyyəti qiymətləndirilib və burada məqsəd ondan ibarətdir ki, heyvanların təmasının qarşısı alınsın və ancaq heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarının həyata keçiriləcək ki, buna hər hansı məhdudiyyət yoxdur. Onu da qeyd eləmək yerinə düşər ki, bu Qida Təhlükəsizliyi Agentliyi kollegiyasının heyvan bazarlarına aid baytar sanitariya qaydaları sənədi təsdiq olunub və bazarlarda yenidən qurma işləri aparılaraq sənədin tələblərinə uyğun bazar infrastrukturu yaradıldıqdan sonra bunların fəaliyyətinə icazə veriləcək.